hörmətli müəllimlər, bugünkü buraxılışımız metodika və pedaqogikaya həsr olunur. Aynur Rüstəmovanın təqdimatında sosial-emosional öyrənmə və onun əhəmiyyəti haqqında danışacağıq. Salam Aynur xanım. Xoş gördük. Aynur xanım, sosial-emosional öyrənmə prosesini son illərdə çox tez-tez eşidirik. Bu öyrənmə prosesi necə baş verir və şagirdlərin inkişafında nə kimi rol oynayır? Salam, xoş gördük. Mən də sizi və izləyicilərimizi salamlayıram. Bugün çox maraqlı və vacib mövzu haqqında danışacağıq. Sosial-emosional öyrənmə prosesi həqiqətən bizim yaşadığımız dövr üçün çox vacib proseslərdən biridir və şagirdlərin həyatında, hətta gələcək həyatlarında çox mühüm izlər buraxa biləcək bir öyrənmə prosesidir. Hər bir müəllim istəyir ki, onun yetişdirdiyi şagird həyatda uğurlu şəxsiyyət olsun. Amma biz müşahidə edib görürük ki, bəzi insanlar çox asanlıqla uğur qazanırlar, bəziləri isə uğur qazanmaqda çətinlik çəkirlər. Əslində uğurun sirri nədədir? Hansı bilik bacarıqlar şagirdə lazımlıdır, vacibdir ki, onlar öz karyeralarında irəliləyə bilsinlər, uğurlu şəxsiyyətə çevrilə bilsinlər. Yalnız akademik biliklərlə buna nail olmaq mümkündürmü? Müəllim şagirdlərə necə kömək edə bilər bu işdə? Bax, bütün bu sualların cavabı əslində düzgün təşkil olunmuş sosial-emosional öyrənmə prosesinin içində gizlənib. Müasir dövrümüz bilirik ki, 20-ci əsrdən fərqli olaraq daha dinamikdir, informasiya bolluğu əsridir və eyni zamanda şagirdlərdən, ümumiyyətlə dövrün insanlarından daha fərqli bacarıqlar tələb edir. Və burada məktəbin və müəllimin rolu bu tələblərə cavab verən şagirdi yetişdirməkdir ki, gələcəkdə o öz həyatını çox asanlıqla qura bilsin, ən azından məktəbdə qazandığı bu bilik bacarıqları səmərəli şəkildə, effektiv şəkildə istifadə edə bilsin. Ekranda görürsünüz ki, biz bir-birinə əlaqəli olan 3 prosesi əks etdirmişik. 21-ci əsrin bacarıqlarını formalaşdırırıq. Bunu sağlam mental və emosional durumda, vəziyyətdə formalaşdırırıq. Nəticədə akademik nailiyyətlər yüksəlir və həyata hazır, müstəqil və uğurlu şəxsiyyət formalaşdırmış oluruq. Əgər biz şəkillə simvollara baxsaq, şəklimiz də eyni informasiyanı verir. Gördüyümüz kimi, rasional düşüncə, emosional intellektlə birləşəndə və uğurlu istifadə olunanda həyatda uğur qazanmaq mümkündür. Və sosial-emosional öyrənmənin əsasında da bu dayanır. 21-ci əsrin insanı üçün bəzi bacarıqlar və kompetensiyalar müəyyən edilmişdir ki, bu bacarıqlara, bu kompetensiyalara malik olan insanlar həyatda çox rahat şəkildə öz karyeralarını qura bilirlər, irəliləyə bilirlər və uğur qazanırlar. Bəzilərini biz ekranda görürük, bunlar hamısı deyil və əgər fikir versək görəcəyik ki, bu bacarıqları formalaşdırarkən düzgün proses qurularsa, onların nəticəsində şagirdlərdə həm də düzgün dəyərlər, lazımi dəyərlər də formalaşır ki, dəyəri olmaq bu özü bir xüsusi bir müsbət üstünlükdür insan üçün. Yəni, dəyərsiz insan savadlı olsa belə o cəmiyyət üçün heç vaxt faydalı ola bilməz. Bir nümunəni çəkək, daha sonra fikrimizi ümumiləşdirək. Məsələn, əgər bir şagirddə əməkdaşlıq bacarığını formalaşdırırıqsa, bu bacarığın içində hansı biliklər və hansı dəyərlər gizlənib, belə deyək. Əməkdaşlıq zamanı insandan gözlənilən nədir? Kompromisə getmək, konflikt yaranırsa bunu həll etmək, konflikti həll etməyin özünün mexanizmləri və texnikaları vardır və nəticədə biz kimi qazanırıq? Biz düzgün ünsiyyət qura bilən, konflikt həll etməyi bacaran və qarşı tərəfə hörmət edə bilən, bacarıqlı və dəyəri olan bir insan qazanırıq ki, bax, bu cür bacarıqlar, bu cür fəaliyyətlər məhz sosial-emosional öyrənmənin əsasında dayanan fəaliyyətlərdir. Və gəlin fikirlərimizi ümumiləşdirək. Sosial-emosional öyrənmə nədir deyəndə, sosial-emosional öyrənmə bu elə bir prosesdir ki, insanın emosional, sosial bilik və bacarıqları inkişaf etdirilir və bunun vasitəsilə davranış modeli və dəyərləri olan bir şəxsiyyət formalaşır.
Əgər biz sinifdə düzgün sosial-emosional mühit qurmuşuqsa, bu prosesi düzgün tətbiq etmişiksə, nəticədə bizim şagirdimiz dəyərləri olan, ağıllı, düşünməyi bacaran, müdrik, etik normalara riayət edən uğurlu bir şəxsiyyətə çevrilir. Sosial-emosional öyrənmənin əsas komponentləri hansılardır? Siz ekranda görürsünüz, özünü dərk, özünü tanıma, özünü idarə etmə, sosial dərk etmə, buna empatiya da deyirlər, münasibətlərin idarə edilməsi bacarıqları və məsuliyyətli qərar qəbul etmək. Özünü tanıma və özünü dərk etmə nə deməkdir? İnsan öz emosiyalarını, özünün güclü və zəif tərəflərini tanıyır və bunu bilən insanın özünə inamı yüksək olur. Yəni, bu insan özünə inanırsa, o böyük uğurlara imza ata bilər. Özünü idarə etmə, bura hədəflərin müəyyənləşdirilməsi və bu hədəfə çatmaq üçün özünün emosiyalarının və stresinin idarə edilməsini nəzərdə tutur. Yəni, biz şagirdlərdə bu cür yanaşmanı, bu cür düşünməni formalaşdırırıq ki, şagirdlər gələcəkdə biz onların yanında olmadığımız bir dövrdə özləri üçün hədəf müəyyənləşdirməyi, hədəf müəyyənləşdirmək üçün mən nəyə diqqət yetirməliyəm, hədəfə çatmaq üçün mən hansı addımları atmalıyam, bu kimi məsələləri artıq özü düşünsün və özü həll etməyə çalışsın. Sosial dərk etmə, empatiya bu qarşı tərəfin hisslərinin, emosiyalarının qəbul edilməsi, tanıması, buna hörmətlə yanaşması, eyni zamanda bura mədəni müxtəlifliyə hörmət və sosial normaların qəbul edilməsi daxildir. Yəni, biz insanıq və biz cəmiyyətdə mövcuduq. İnsan tək heç vaxt mövcud ola bilməz. İnsan cəmiyyətdə yaşayır və digərləri ilə həmişə mütləq şəkildə ünsiyyət qurur. Və bunun üçün də insanın qarşı tərəfə hörmət etməsi və hörmət etməli olduğunu bilməsi, bu özü bir dəyərdir. Sosial normaların olduğunu qəbul etməsi, özünü apararkən cəmiyyətdə bu normalara riayət etməsi, eyni zamanda qarşı tərəfin yerinə özünü qoya bilməsi bu əsas xüsusiyyətlərdən biridir ki, ünsiyyət zamanı bunlara riayət edən şəxs həmişə digərlərindən bir addım irəlidə olur. Və biz sinifdə sosial-emosional öyrənmə prosesini düzgün quranda biz şagirdi bu barədə düşündürmüş oluruq və şagirdlərin beynində artıq belə bir proseslərin həyatda olduğu haqqında informasiya yerləşdirmiş oluruq. Onlara istənilən bir situasiyada problemin həlli yollarından birinin bu olduğu haqqında fikir ötürmüş oluruq ki, insan gələcək həyatında yaşayanda o artıq bu barədə düşünür və problemlərin həllində bundan istifadə edir. Münasibətlərin idarə edilməsi bacarığı da kommunikasiya, komanda işi və konfliktlərin həll edilməsidir. Əgər insan artıq özünü başqa adamın yerinə qoya bilirsə, onun hisslərini anlayırsa, artıq onun qərar qəbul etməsi və problem həll etməsi, konflikti idarə etməsi tamamilə fərqli olur. Çünki o qarşı tərəfi qınamadan, qarşı tərəfi pis vəziyyətə qoymadan, onun xətrinə dəymədən məsələni həll etməyə çalışır. Bu da qarşı tərəfdən ona yönələn müsbət emosiyalarla nəticələnir ki, istənilən halda konfliktlərin həlli zamanı müsbətdən yola çıxmaq bu həmişə uğurlu nəticə ilə nəticələnir. Və məsuliyyətli qərar qəbul etmə. Bu insan həyatında elə bacarığın adından da göründüyü kimi çox vacib bir məsələdir. İnsan anlamalıdır ki, o qərar qəbul etməyi bacarmalıdır və qəbul etdiyi qərarın məsuliyyətini də daşıdığını dərk etməlidir. Qərarı qəbul etmək üçün şagirddə tənqidi təfəkkür, problem həll etmə bacarıqları mütləq şəkildə olmalıdır. Eyni zamanda bu prosesin içində biz şagirdlərdə etik çərçivələrə hörmət dəyəri də formalaşdırırıq. Yəni, mən bir qərarı qəbul edəndə mən düşünməliyəm ki, bu etik normalara daxildirmi? Qarşı tərəfin hüququnu, haqqını əlindən almırmı? Və yaxud onun mənafeyinin üstündən tamamilə xətt çəkmirmi? Bax, bu məsələlərə mütləq şəkildə diqqət yetirməlidir. Və insan bunu biləndə, şagird məktəb mühitində bu cür düşüncələrlə böyüyəndə, əlbəttə ki, o öz həyatında bunlardan istifadə edir.
Sosial-emosional öyrənmənin komponentlərini izah edərkən artıq bizə məlum olur ki, həqiqətən də sinifdə qurulan düzgün proses cəmiyyət üçün faydalı vətəndaş yetişdirir, cəmiyyət üçün faydalı insan yetişdirir. Sosial-emosional öyrənmənin akademik nailiyyətlərə də təsiri çox yüksəkdir. Belə ki, sinifdə sağlam mental və emosional bir mühit olanda şagird səhv etməkdən qorxmur, fikrini ifadə etməkdən çəkinmir və belə bir mühitdə əlbəttə ki, şagirdin öyrənməyə marağı da artır və yüksək performans göstərir. Üstəgəl, şagirdin emosional, mental və psixoloji rifahı təmin olunur. Şagirdlərin gərginliyi azalır, onların emosional idarə etməsi yüksəlir ki, bu da yenə də şagirdə daxili motivasiyanın yaranmasına və onun irəli getməsinə kömək edir. Sosial bacarıqlar sinifdə şagirdlər arasında düzgün ünsiyyətin qurulması ilə nəticələnir. Sosial bacarıqlar nədir? İnsanlarla ünsiyyət zamanı emosional vəziyyətin düzgün idarə edilməsi, ünsiyyətin düzgün qurulması və bu komponentlər üzərindən sinifdə qurulan sosial-emosional proses şagirdlər arasında düzgün ünsiyyətin formalaşmasına gətirib çıxarır ki, bu da əlbəttə qarşılıqlı öyrənmənin, əməkdaşlığın əsasını qoyur və belə bir mühitdə şagirdlər çox rahatlıqla öyrənirlər. Daha onlara narahatçılıq olmur ki, mən hər hansı bir suala yanlış cavab verə bilərəm. Mənim sinif yoldaşım mənə gülə bilər və yaxud məni qınaya bilər hansısa bir hərəkətimə görə. Burada belə bir mühit yaranır ki, şagirdlər anlayırlar ki, onları səhvləri ilə, düzləri ilə hamı sevir, sinif yoldaşları da, müəllimləri də və onların hamısı şagirdə kömək etməyə, dəstək göstərməyə meyillidir. Əlbəttə ki, belə mühitdə insanın emosional vəziyyəti rahat olduğu bir mühitdə şagirdin öyrənməsi yüksələcəkdir. Və bu uzun müddətli təsirdir. Yəni, şagirdin emosional olaraq rahat öyrənməsi, onda daxili motivasiyanın yaranmasına kömək edir. Prosesin bu şəkildə aparılması şagirdə uzun müddətli təsir göstərir. Yəni, əgər şagirdin emosional durumu, mental vəziyyəti sakitdirsə, sağlamdırsa, onun öyrəndiyi onun üçün çox faydalı olur, onun daxili motivasiyası yaranır və beləliklə də gələcəyə yönəlik bacarıqlar formalaşır, gələcəyə yönəlik dəyərlər formalaşır ki, bu uzun müddətli təsir deyəndə onun gələcək həyatı ilə bağlı olan, karyerası ilə bağlı olan məsələlər nəzərdə tutulur. Aynur xanım, bəs hansı strategiyalar vasitəsilə sosial-emosional öyrənməni təşkil etmək olar? Çox yaxşı sualdır, təşəkkür edirəm. Sosial-emosional öyrənmə həm sinifdə müəllim tərəfindən, həm də məktəb rəhbərliyi tərəfindən ümumilikdə məktəbdə yaradıla bilən bir prosesdir. Müəllim bunu necə edə bilər? Müəllim sosial-emosional öyrənməni təlim məqsədinə, tədrisə tətbiq edə bilər. Bu necə baş verir? Məsələn, biz müzakirə təşkil ediriksə, orada şagirdə daha çox cəmiyyət qarşısında məsuliyyətliliyi formalaşdıran, bunu düşünməyə yönəldən dilemmalar verə bilərik və bunun üzərindən müzakirələr və ya debatlar təşkil edə bilərik və yaxud şagirdin emosional vəziyyətini öyrənmək, onun tanış olmaq üçün, şagirdin özünün özü ilə tanış olması üçün və ona verdiyi suallar, bunlar hamısı müəllimin sosial-emosional öyrənməni tədrisə tətbiq etməsi hesab edilir və yaxud da müəllimin müxtəlif iş formalarından istifadə etməsi, məsələn, kiçik qruplarla işdə əməkdaşlıq, ünsiyyət, bir-birinə hörmət dəyəri formalaşır və yaxud məsəl üçün müxtəlif sinif fəaliyyətləri ola bilər. Ola bilər ki, müəllim hər hansı bir təşkilat saatı keçirsin və yaxud səhər görüşləri keçirsin, məktəbdən kənar müəyyən bir tədbirlər həyata keçirsin. Bu proseslərin içində də, mahiyyətində də biz bunu şagirdlərə açıq şəkildə göstərməsək də, amma sətiraltı bizim verdiyimiz tapşırıqlar, bizim apardığımız gəzintilər, ekskursiyalar, təşkil etdiyimiz tədbirlər, bunlar hamısı şagirdə düzgün sosial-emosional ünsiyyətin qurulmasına, cəmiyyəti düşünmək kimi yanaşmanın formalaşmasına kömək edir.
Və düzgün ünsiyyəti biz artıq qeyd etdik. Burada müəllimin şagirdlə ünsiyyəti və eyni zamanda müəllimin elə bir mühit yaratması ki, şagirdlər arasında da ünsiyyət düzgün olsun, bu nəzərdə tutulur. Məktəb səviyyəsində sosial-emosional öyrənmədən danışanda bu rəhbərlik tərəfindən məktəb üçün ortaq dəyərlərin yaradılması. Biz bir komandayıq, biz bir ailəyik, hamımız bir-birimizə dəstək göstərməliyik kimi fikirlərlə şagirdləri bir yerə toplamaq, bir iş, ümumi iş naminə çalışmaq, bu cür dəyərlərin formalaşdırılması, ümumiyyətlə ailə və icma arasında şagirdlərə dəstək olmaq üçün valideynlərin maarifləndirilməsi, tədris, təlim və tərbiyə prosesinə valideynlərin cəlb olunması bu kimi fəaliyyətlər müsbət hesab oluna bilər. Və bir də müəllimlərə kömək məqsədi ilə sırf dərsin içində hansı iş formaları, hansı tapşırıqlar, hansı interaktiv metodlar sosial-emosional öyrənməni düzgün təşkil etməyə kömək edə bilər. Bir də bu məsələni vurğulamaq istərdim. Məsələn, müxtəlif rollu oyunların və ya simulyasiyaların təşkil edilməsi, müzakirə və debatların təşkil edilməsi, emosional intellektin inkişafına xidmət edən fəaliyyətlərin təşkil edilməsi, məktəbdən kənar fəaliyyətin təşkili, bu barədə biz artıq danışdıq, kollektiv öyrənməyə yönəltmə, məsələn, müxtəlif layihələrin icra olunması, şagirdlərə kiçik qruplarla iş tapşırığı verəndə şagirdlər də istər-istəməz mən öz işimi uğurlu təqdim etməliyəm deyə bir ortaq dəyər yaranır. Belə olan halda onların əməkdaşlığı, ünsiyyəti tamamilə fərqli şəkildə olur və burada müəllimdən sadəcə şagirdləri düzgün fasilitasiya etmək və yönəltmək gözlənilir. Çünki onlar uşaqdılar, nə qədər olmasa da bizi qədər dərin düşünə bilmirlər və hələ həyata hazır deyirlər. Əlbəttə ki, birinin sözü o birinin xoşuna gəlməyə bilər, orada böyük bir konflikt yarana bilər. Müəllim yönəldici suallar verməklə həm şagirdin emosional vəziyyətini, emosional intellektini inkişaf etdirmiş olur, həm də onlar arasında konflikti həll etmək üçün mən hansı problemi həll etməyə yönələ bilərəm, mən necə düşünə bilərəm ki, mən bu problemi həll edim, bu cür düşünməyə yönəldə bilər. Ki, bayaqdan qeyd etdiyimiz kimi bu bacarıqlar əlbəttə həyatda insana lazım olan bacarıqlar, düşünmə tərzi və dəyərlərdir. Nurxan, bəs sosial-emosional öyrənmə mövzusu müəllimlərə təqdim olunan suallarda öz əksini necə tapacaq? Təsdiqlənən sertifikatlaşdırılması imtahanında artıq təcrübə bunu göstərir ki, daha çox situativ tipli suallar soruşulur və sosial-emosional öyrənmədən danışanda əlbəttə biz görürük ki, burada emosional intellektlə inteqrasiya var, Vygotsky'nin sosial öyrənmə nəzəriyyəsi ilə inteqrasiya var, ümumiyyətlə interaktiv təlimin təşkili, tənqidi təfəkkürün formalaşdırılması, problem həll etmə bacarıqlarının formalaşdırılması və yaxud 21-ci əsrin bacarıqlarının formalaşdırılması kimi mövzularla inteqrasiya var. Və situasiya əsaslı verilən tapşırıqlarda müəllimdən sinifdə yaranmış hər hansı bir problemi müəyyənləşdirmək, onun həlli üçün hansı həll yolunun daha effektiv olduğunu müəyyənləşdirmək kimi tapşırıqlar bu vaxta qədər imtahanlarda salınmışdır və bu müəllimin problemə yanaşmasını, onun düşünmə tərzini ölçür. Deməli, müəllimlər suallara cavab verərkən həm mövzuların arasında olan inteqrasiyaya diqqət yetirməlidirlər, eyni zamanda da öz məktəbdə pedaqoji fəaliyyətləri zamanı istifadə etdikləri təcrübələrdən yararlanmalıdırlar. Belə olduğu halda onlar suala daha geniş və düzgün cavab verə biləcəklər. Bəli, tamamilə doğrudur. Çünki imtahanda təqdim olunan situasiyalar hamısı sinif mühitindən götürülmüş situasiyalardır. Müəllimlərin hər gün qarşılaşdığı situasiyalardır və müəllimlər bunu sinifdə həll edirlər. İmtahan zamanı ölçülən odur ki, bir var müəllim prosesi subyektiv əsaslarla həll edir. Bir də var ki, məsələnin elmi bir yanaşması var və müəllim bu yanaşmadan çıxış edərək məsələyə yanaşır.
Burada müəllimlər belə bir fikir irəli sürə bilərlər ki, situasiyalar çox individual ola bilər və bu ümumi yanaşmadan kənara çıxan situasiyalar ola bilər. Bu tamamilə doğrudur. Lakin imtahan prosesində individual situasiyalar, istisna hallar nəzərə alınmır və ümumi yanaşmalarla problemin həlli yolları soruşulur. Yenə vurğulayıram, burada da əsas məqsəd müəllimin ümumiyyətlə bu yanaşmalardan məlumatlı olub-olmadığı və belə bir situasiya yaranarsa, hansı məlumatın hansı situasiyada tətbiq edib bilib-bilməyəcəyini ölçməyə xidmət edir. Aynur xanım, ətraflı məlumat üçün sizə təşəkkürümüzü bildiririk. Ümid edirik ki, müəllimlər danışdıqlarınız əsasən imtahan prosesinə çox rahat hazırlaşa biləcəklər. Təşəkkür edirəm. Düşünürəm ki, dərslərimiz çox faydalı olacaq və müəllimlərə də imtahanda uğurlar arzu edirik. Çox sağ olun. Əziz müəllimlər, bugünlük verilişi yekunlaşdırırıq. Növbəti buraxılışlarda görüşənə qədər.